Son günlər Gürcüstanda gündəmi zəbt edən əsas mövzulardan biri də abortun qadağan olunması tələbi ilə bağlıdır. Belə ki, Gürcüstan Patriarxlığının və Sinodun aparıcı simalarından biri olan Keşiş Şio, ailə müqəddəsliyi gününə həsr olunmuş birlik yürüyüşü aksiyasının sonunda çıxış edərək hökuməti abortla bağlı qanunvericiliyin sərtləşdirilməsinə çağırıb. Abort düşünülmüş və məsuliyyətli bir qərar olmalıdır. Hamımız dərk etməliyik ki, ana bətnində yaranan varlıq insandır. Buna görə də abortla bağlı məsələni daha ciddi şəkildə tənzimləyən və nəzarəti gücləndirən qanunlara ehtiyac var. Bu zəruridir. Xristian din xadiminin bu çağırışı bir sıra ictimai fəal qadınlar və bəzi qeyri-hökumət təşkilatları tərəfindən etirazla qarşılanıb. Hüquq müdafiəçiləri hesab edirlər ki, patriarxlığın bu təklifi ciddi və təhlükəli nəticələrə yol aça bilər. Onların fikrincə, qanunvericiliyin sərtləşdirilməsi qadınları abortu qeyri-qanuni və qeyri-steril şəraitdə həyata keçirməyə məcbur edə bilər. Bu isə sağlamlıq üçün ciddi təhlükə yarada, bəzi hallarda isə faciəvi nəticələrlə, o cümlədən ananın ölümü ilə nəticələnə bilər.